Xoş gördük hər birinizi dəyərli izləyicilərim. Bugün sizə yeni yasamalda 100 kvadrat ümumi sahəyə malik qanuni 2 otaqdan 3 otağa düzəlmə skvaznoy bir mənzil təqdim edəcəm. 170 min manata. Təzə təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzil. Yeni yasamalın girişi İnşaatçılar metrosuna cəmi 2 dayanacaq məsafədə 500-600 metr, piyada 7-8 dəqiqəlik məsafədə yeni tikili binada qanuni 2 otaq 3 otağa düzəlmə skvaznoy bir mənzil. Cəmi 170 min manata. Yeni təmir olmuş və təmirdən sonra yaşayış olmayan bir mənzildir. Mən mənzili sizlərə təqdim edəcəm. Təqdimatdan öncə kanalımıza abunə olub videomuzu bəyənməyi unutmayın. Burada mənzilimizin giriş qapısı yerləşir. Giriş qapıdan mənzilə daxil olduqda belə bir gözəl dəhliz koridor hissə bizi qarşılayır. Baxın bu şəkildədir. Burada mənzilimizin hamam tualet hissəsi yerləşir. Orada mənzilimizin 2 yataq otağı yerləşir. Mənzilin ilk öncə mətbəxi bu hissədə olub. Mətbəx koridor hissədə burada belə bir gözəl bir yerdə düzəlib. Mətbəx hissə, burada isə zal hissəsi yerləşir. Bütün təfərrüatlar deyəcəm. Baxın zalımızın böyüklüyünə baxın. Geniş ölçülü bir zalımız var. Lazım olan bütün əşyalarınızı bura rahatlıqla yerləşdirə bilərsiniz. Döşəmə parketdir, qazı suyu işığı daimidir, sənəd kupçadır, istilik sistemi kombidir. Zalımızın böyüklüyünü gördünüz, baxın bu şəkildədir. Burada giriş qapını göstərdim, hamam tualet hissəsini sizlərə təqdim edəcəm. Baxın burada hamam tualet hissəsi yerləşir, ən sonunda bura qayıdacam. İlk öncə keçək mənzilin mətbəx hissəsini sizlərə təqdim edim. Mətbəx hissə baxın bu şəkildə düzəlib. Geniş bir mətbəx hissə mövcuddur. Baxın bu şəkildədir. Lazım olan bütün santexnik, elektrik işlər görülüb. Havalandırma şaxtası qurulub. İstədiyiniz zövqə və dizayn uyğun buradan belə bir gözəl mətbəx mebeli yığa bilərsiniz. Öz havalandırma və elektrik, santexnik xəttləri mövcuddur. Baxın bu şəkildədir. Belə bir ikinci işıqlandırması da var. Öz ayrıca qapısı var. Yəni giriş otaqdan otağa deyil. Burada mənzilimizin birinci yataq otağı yerləşir və bu yataq otağından eyvana çıxış hissə var. Bu yataq otağından şəhərə gözəl mənzərə var. Qarşısı açıqdır. Baxın, dənizə qədər baxış istiqaməti var. Baxın bu şəkildədir. Belə bir gözəl yataq otağı var. Burada da döşəmə parketdir. Laklanıb, şifoflanıb. Tam hazır vəziyyətdədir. Baxın, həm binanın həyət istiqamətinə baxışı var bu şəkildə, həm də şəhər istiqamətinə baxış mövcuddur. Burada mənzilimizin ikinci yataq otağı yerləşir. Baxın bu şəkildədir. Belə bir gözəl uşaq yataq otağı var. Bu yataq otağından da eyvana çıxmaq imkanı var. Baxın belə bir gözəl mənzil. Mənzilimiz Yasamal rayonu, Yeni Yasamal qəsəbəsinin girişi, Bravo marketin qarşısında 18 mərtəbəli binanın 18-ci mərtəbəsində yerləşir. Lift qalxır, mansar deyil. Qanuni 2 otaq olub 100 kvadrat, 3 otağa düzəlib, sənəd kupçadır, qeydiyyatda heç kim yoxdur. Birbaşa notarial qaydada alqı-satqı edib mənzili öz adınıza rəsmiləşdirə bilərsiniz. Açar alqı-satqı günü təhvil verilir. Sənədlər tam qaydasındadır. Dövlət ipotekasına tam yararlı bir mənzildir. Mənzilin qiyməti qeyd etdiyimiz kimi 170 min manatdır. Real alıcıya cüzi endirim olunacaqdır. Daha dolğun və ətraflı məlumat üçün qeyd olunan nömrə ilə əlaqə saxlaya bilərsiniz. Açar məndədir. Gün ərzində mənzilə əyani şəkildə baxmaq mümkündür. Mənzil haqqında bu qədər. Növbəti çəkilişdə və mənzildə görüşənədək.